Əvəzlik haqqında əsas məlumatlar nələrdir? Əvəzlik haqqında əsas nəyi bilməliyik? Yadda saxlayırıq ki, əvəzliyin ümumi qrammatik mənası yoxdur. Bax, bütün əsas nitq hissələrində ümumi qrammatik məna var. Amma əvəzliyin ümumi qrammatik mənası yoxdur. Səbəbi odur ki, ancaq başqasını əvəz eləyir. Özünü əvəz eləmir. Özü deyil. Həmişə başqasının da onun geyinir. Ona görə də ümumi qrammatik mənası yoxdur. Əvəzliyin hamısı millidir. Bir də 2 dənə alınmamız var. Filan və filankəs, qalanlar millidir. Yalnız əsas nitq hissələrini əvəz edir və özünü də əvəz edir. Bunu da dedik, əsasən sual əvəzlikləridir. Mürəkkəb tərkib əvəzliklər mütləq ayrı yazılır. Bunu bayaq izahda da verdim. O, bu əvəzliyindən sonra modal sözlərdən danışmışdıq bayaq. Sanki, elə bil, güya modal sözü gələrsə vergül qoyulmur. Bir dənə bunu mütləq yadda saxlayın. Bəzi əvəzlik qeyri-müəyyən əvəzlikdir, amma sifəti əvəz eləyə bilir. Deyirəm, məsələn, bəzi insanlar çox danışır. Özündən sonra isim gəldi, deməli sifəti əvəz elədi. Axı biz demişdik, sifətdən sonra isim gəlir. Və yadda saxlayın bunu. Hər təyin əvəzlikdir. Hərə qeyri-müəyyən əvəzlikdir. Hərdən isə zərfdir. Hərdən əvəzlik deyil. Bunu mütləq bilin. Filan təyin əvəzlikdir. Filan kəs qeyri-müəyyən əvəzlikdir. Qarışdırmırıq. Elə belə başqa nitq hissəsini əvəz etsə də yenə də əvəzlikdir. Yəni əvəzlikdir, qutardı, getdi. O, işarə əvəzliyi olanda vergül tələb etmir. Bayaq dediyim kimi, kim sualına cavab verdikdə vergül qoyacaq, amma hansı sualına cavab verdikdə vergül qoymayacaq. Vergül qoymağımızın da 2 şərti var. Mütləq mübtəda olmalıdır, yəni kimlə suallarına cavab verməlidir və özündən sonra gələn nitq hissələrinə diqqətli olmalıyıq.